عبد الله رضي الله عنه قال رسول الله صلى الله عليه وسلم احبسوا صبيانكم حتى تذهب فوعة العشاء فإنها ساعة تخترق فيها الشياطين. Cəbir ibn Abdillah radiyallahu anhdan rivayet olunur ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, işanın ilk vaxtı gedənə kimi uşaqlarınızı çölə çıxmaqdan qoruyun, həbs edin, saxlayın. Çünki o vaxt şeytanların yayıldığı vaxtdır. Qısa olaraq bu hədisin mənası odur ki, günəş batmamışdan qabaq uşaqları çölə çıxartmaq düzgün deyil. Çünki o vaxt şeytanların yayıldığı vaxtdır. Və bu baxımdan Allah Resulü sallallahu aleyhi ve sellem bu gözəl sünnəti, bu gözəl bir nəsiyyəti, tövsiyəni əməl etməyimiz mühümdür. Uşaqlarımızın pis bəlaya düşməkdən, hansı bir pis hala düşməsindən qorxuruqsa, bu sünnəni əməl etməliyik. Çünki bu göstərir ki, əgər biz bunu etməsək, şeytanlar uşaqlara əziyyət verə bilər. Bu baxımdan əgər hər bir kəs istəyirsə uşaqlarını pis şeydən qorunmasını, onlar bu vaxt onları uşaqlarını çölə qoymamalılar. Təəssüf ki, indiki zaman məğribdən qabaq cəmaatın çoxsu çölə çıxır və uşaqlar düz gecəyə kimi oynayır. Halbuki uşaqların oynamaq vaxtı məğribə kimidir. Məğribdən sonra isə, məğribdən qabaq bir 5-10 dəqiqə öncə evə salonlar daxil edilir və artıq uşaqlar çölə çıxmaması bəyənilmir. Bəli, əgər uşaq ata ilə, ana ilə birlikdə harasa çıxsa, o problem yoxdur. Amma artıq uşağın tək başına çöldə olması, ya fərqi yoxdur. Artıq elə belə gəzməyə çıxırsa, bayıra, həyətdəki olan öz məhəlləsində küçəyə çıxması, anası ilə olsa da belə, o müddətdə artıq evə girməsi daha yaxşıdır. Həm bu sünnəni əməl etmək və həm uşaqlara belə bu sünnə üzərində tərbiyə verilməkdir. Amma qeyd elədiyim kimi, amma ailəlicə harasa çıxılırsa, harasa gedilirsə burada problem yoxdur. Amma daha gözəl odur ki, uşaqlarımızı çölə çıxmasının qarşısı alınması üçün mühümdür. Yəni bu vaxtlar. Dediyimiz kimi, nəyə görə? Şeytanların yayıldığı vaxtdır. Və şeytanlar yayılırsa, şərlər də, müsibətlər də, əziyyətlər də çoxalır. Və bu baxımdan öz uşaqlarımızı qoruyaq.